Salam, axşamınız xeyir olsun dəyərli izləyicilər. Bugün də belə bir salat eləmişdim. Kahı salatı. İçərisində nə var? Deməli, filedir, qaynatdım. Kök də çiğ vəziyyətdə, pomidorumuz, xiyarımız, kahı yudım, doğradım. Fileyi də qaynatdıq, adi salatlar kimi diddik. İçərisində pomidor, xiyar, keşniş, şüyüd, bir də ki konservləşdirilmiş qarğıdalı. Bunu da duzunu, istiotunu da vurduq. Eyni reseptlə 2 dəyişik elədim. Yəni ki, o yağla hazırlamışam o birisini. Birini yağla eləmişəm. Birini də belə mayonezlə elədim. Dedim kahı doğradıq, pomidor, pomidorun da qabıq hissəsi. İçərisi su olmamaq üçün. Xiyarın da üst hissəsi. Kök törkadan keçirdik. Xiyarı, pomidoru doğradıq, kahı doğradıq. Qarğıdalı, keşniş, şüyüd, bir də ki fileyi qaynatdıq, diddik. Bu da oldu. Eyni reseptlə 2 dəyişik salat. Bilənlər bəlkə bilir, bilməyən də bilmir. Amma belə bu üsulla rəngli bibərin də belə salatını belə eləmək olur. Yəni rəngli bibərə vururuq biberlər. Yine orada da ət, pişmiş vəziyyətdə kök, göyərtiləri, bir də ki göyərtilər, orada da yenə qarğıdalı var. Bu kahı ilandır. Dəyişiklik oldu da, yəni ancaq biber olmadı bunun içində. Ona görə orada da belə turşu xiyar, sveji xiyar, pişmiş kök, qarğıdalı, bir də ki biberlər. Onu da elə eləmək olar bunu kimi. Yarısını eləyəndə, yəni bir məclis olanda, yarısını qonaq olan vaxtları mayonezlə, yarısında yağla belə vəziyyətdə, yəni eyni reseptdən 2 cürə stola salat vermək olar. Hazırlayan hər kəsə də nuş olsun. Göz haqqınızı halal eləyin. Kanala dəstək olanlara minnətdarlığımı bildirirəm. Ramazan bayramınız da mübarək olsun. Allah hər bir ev eşiyə bol bol rüzq bərəkət yetirsin, can sağlığı versin. Göz haqqınızı halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.